özləri onun əməkdaşları narkoman, narkotik alveri, böyük miqdarda narkotikanın cənubdan şimala daşınmasında bunlar nəzarət edirlər. Qadın alveri, bu əxlaqsızlar. İndi bu əxlaqsızlar Azərbaycana belənçi təhqirlər, ləkələr gətirirlər və layiqli şəxsiyyətlərə ağzına gələn böhtanları, təhqirləri deyilir. Cəlal Əliyev Aynespressin yeni layihəsi olan Hesabat jurnalında yazılmış məqaləyə də toxundu. Bəribaşdan millət vəkilinin işlətdiyi ifadələrə görə sizdən üzr istəyirik. Vaxtıyla hardansa qopan bir mikrob, əxlaqsız sütünyor, gəlib düşübdür, indi bütün Azərbaycana bu qiyməti verir. İndi bunun səbəbi vardır. Bu tərbiyəsin, bu alçağın nə ixtiyarı vardır bu sözləri danışdı. Bunun özü kimdir? Dediyim kimi narkoman kimdir? Adını qoyub Mirşahın, əslində Mirfaşədir o. Bunlar düşmənlərdilər. Bu dəqiqə qızışıblar seçki qabağı ləkələməyə. Necə baxırsınız? Ay millətin vəkilləri, 8 milyon yarım millət bizi seçib, sizi seçib. Ki biz bu millətin təsibini çəkir. İndi gəlib elənçi bir alçaq, vaxtıyla hansısa fahişədən qopmuş mandaloşka. Gəlib Cəlal Əliyevə gör nələr deyir.